Salam dəyərli izləyicilər, bugün yenə də sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 88-ci səhifəsi ilə tapşırıqları yerinə yetirməyə davam edirik. Diqqətiniz məndə olsun, başladıq. İlk öncə A tapşırığına diqqət edək. Morse əlifbasına bir daha nəzər salın. Hərf və rəqəmləri işarə edən nöqtə və tirələrin sayında və kombinasiyasında məntiqi uyğunluğu görürsünüzmü? Diqqət edək, deməli, burada məntiqi uyğunluq nə deyə bilərik? Məsələn, daha sadə hərflər, daha çox işlənən hərflər daha sadə elementlərlə göstərilmişdir. Digər hərflər, çox işlənən hərflər isə belə deyək, nisbətən daha çox elementləri vardır və hərflərdə fikir verirsinizsə, hərflərdə deməli tire nöqtələrin sayı daha azdır. Rəqəmlərə fikir verin, rəqəmlərdə isə fərqlilik görürük. Daha sonra məsələn, gəlin suallarımıza baxaq, hansı suallar verilibdir, hansı hərfləri işarə edən kodlar cəmi 1 və ya 2 elementdən ibarətdir. Sizcə kodlarda elementlərin sayı və düzülüşü təsadüfidirmi? Deməli, baxırıq, sualımıza belə deyək, cavab olaraq, məsələn, A hərfinə baxırıq, A-dır, E-dir, görürsünüz, bir nöqtədən ibarətdir və ya G hərfidir ki, 2-1 nöqtədir. Belə deyək, fikrimizi belə əsaslandıraq ki, bayaq dediyim kimi, daha çox işlənən hərflər, məsələn, A-dır, E-dir, I-dir, M-dir, N, T hərfləridir ki, T-dir. Bunlar daha sadə hərflərdən, daha sadə elementlərdən istifadə olunub, elementlərin sayı burada azdır. 0-dan 5-ə qədər rəqəmlərin işarələnməsindəki qanun uyğunluğu müəyyən edin. 0-dan 5-ə qədər. Baxırıq, 0-da 1, 2, 3, 5 dənə tire, 1-də 1.4 tire, 2.3 tire, 3-də 3.2 tire, 4-də nöqtə. Belə deyək, fikrimizi belə əsaslandıraq. Sonra 6-dan 9-a kimi rəqəmlərin işarələnməsində isə qanun uyğunluğu. Deməli, belə fikrimizi əsaslandıra bilirik ki, 0-dan 5-ə kimi rəqəmlərin sayı getdikcə çoxalır, tirələrin sayı isə azalır. Lakin 6-dan 9-a kimi rəqəmlərdə deməli, nöqtələrin sayı getdikcə azalır, tirələrin sayı isə artmış olur. Belə suallarımıza cavab verdik və gəlin B tapşırığına, daha doğrusu mətnimizlə tanış olaq. Aşağıdakı mətni oxuyun və ad, tarix, əsas faktları qeyd edin. Qeyd etməyi siz qeyd edin, mən isə mətnimizi oxumağa başlayıram. Morse yoxsa Veil əlifbası. Məntiqə görə ixtira kimin adını daşıyırsa, həmin şəxs də onun müəllifidir. Bir çox kitablarda, internet resurslarında da belə yazılıb. Morse əlifbası. Amma bir şəxs var ki, onun adına Samuel Morse qədər, bəlkə də ondan daha çox haqqı çatır. Lakin bu şəxsin adı çox az adama tanışdır. 1837-ci ildə New York Universitetində Samuel Morse ixtira etdiyi teleqraf aparatının elmi ictimaiyyətə nümayiş etdirdi. O sübut etdi ki, elektrik xətti ilə informasiya ötürmək mümkündür, amma kod sistemi hələ tam hazır deyildi, ümumiyyətlə cihazın təkmilləşməsinə ehtiyac vardı. Varlı sənayeçi Steve Veil ona $2000, o dövr üçün bu çox böyük pul idi və işləmək üçün emalatxana verdi. Ancaq bir şərtlə, oğlu Alfred də Morse ilə çalışmalı idi. Morse razı oldu və bu öz şərtini irəli sürdü. Bu əməkdaşlıq nəticəsində ortaya çıxan ixtiraların müəlliflik hüququ ona aid olacaqdır. Beləliklə, razılaşma əldə edildi, Alfredlə Samuelin əməkdaşlığı məhsuldar oldu. Məlum oldu ki, Alfred çox ağıllı və bacarıqlı gəncdir. Bugün Morse'nin adı ilə olan teleqraf aparatının bir çox elementlərini, məsələn, kağız lent üzərində çap mexanizmini məhz Alfred düşünüb ya tapmışdı. Bundan başqa, o Morse'nin təklif etdiyi kod sistemini dəyişdi. Çünki ilkin variantda kodlar çox mürəkkəb və uzun idi. Kiçik bir xəbəri deşifrə etmək üçün bir neçə səhifə doldurmaq lazım gəlirdi. Alfred Veil Morse'nin işarələr sistemini sadələşdirdi. Bütün hərflərin və rəqəmlərin kodlarında yalnız 2 işarədən, nöqtə və tirədən istifadə etdi. Yəni, daha yadda qalan əlifba hazırladı. O, araşdırma apararaq ingilis dilində hərflərin işlənmə tezliyini müəyyən etdi.
Tezliyi yüksək olan hərflərin kodlarında daha az elementlərdən istifadə etdi. Bunun nəticəsində Morse əlifbası ilə yazışma sürətli oldu. 1865-ci ildə isə Morse və Weyl-in hazırladığı kod sistemi Parisdə Beynəlxalq Teleqraf İttifaqı tərəfindən beynəlxalq teleqraf dili kimi qəbul olundu. Həmin vaxtdan əlifbaya çox az əlavələr edilib. Sonuncu dəfə 2004-cü ildə Beynəlxalq Elektrik Rabitəsi İttifaqı buraya nöqtə, nöqtə işarəsi daxil edib. Həmin işarədən internet ünvanı ötürərkən gördüyünüz bu işarə, işarəsini qeyd etmək üçün istifadə olunur. Beləliklə, əslində Weyl-Morse əlifbası adlandırılmalı olan kod sistemi bütün dünyada Morse əlifbası kimi tanındı. Çünki Morse və Weyl arasındakı razılaşmaya əsasən teleqraf və onunla bağlı bütün ixtiraların patenti Samuel Morse'nin adına alındı. Gəlin burada sözlərin izahına diqqət edək. Deşifrə, şifrələnmiş, yəni kodlaşdırılmış informasiyanın oxunması mənasını verir. Patent isə ixtiraçının müəlliflik hüququnu təsdiq edən sənəd və şəhadətnamədir. Gəlin suallarımıza cavab verək. C tapşırığında nə anladın? C. Suallara cavab verin. 1. Samuel Morse teleqraf aparatını nə vaxt sınaqdan çıxarıb? Mətndən də gördük ki, bu sınaq 1837-ci ildə baş vermişdi. İkinci sualımız Alfred Weyl'in Morse əlifbasının inkişafına töhfəsi nə idi? O, Morse'nin təklif etdiyi kod sistemini dəyişdi, Morse'nin işarələr sistemini sadələşdirdi, daha yadda qalan əlifba halına gətirdi. Üçüncü, Beynəlxalq Teleqraf İttifaqı Morse əlifbasını nə vaxt qəbul etmişdi? Bu hadisədə mətnə istinad etsək, 1865-ci ildə gördüyünüz kimi baş vermişdi. Parisdə Beynəlxalq Teleqraf İttifaqı Morse əlifbasını qəbul etdi. 2004-cü ildə Morse əlifbasına hansı dəyişiklik edilmişdir? Burada görürük ki, deməli burada əd işarəni vermək üçün nöqtə, nöqtə işarəsi əlavə olunmuşdur. Belə. Keçirik C tapşırığına. C tapşırığında düşün və cavab ver. Mətnə istinad etməklə cümlələri tamamlayın. Gəlin tamamlayaq. Samuel Morse teleqraf aparatı üzərində işini Alfred Weyl ilə davam etdirdi. Çünki nə üçün? Atası, yəni Alfredin atası ona pul verdi və emalatxana verib, şərt qoydu, verdi, lakin deməli, Morse də öz şərtini təbii ki, irəli sürdü. İkinci də kod sistemi bütün dünyada Morse əlifbası kimi tanındı. Çünki Morse ilə Weyl arasında belə bir razılaşma var idi ki, bütün ixtiraların patenti Morse'yə, Samuel Morse'nin yazıları təqdim edirəm. Birinci cümlədə Samuel Morse teleqraf aparatı üzərində işini Alfred Weyl ilə davam etdirdi. Çünki Alfredin atası ona pul emalatxana verdi və şərt qoydu ki, oğlu Morse ilə işləsin. Onun oğlu, yəni Alfred Morse ilə işləsin. Digər kod sistemi bütün dünyada Morse əlifbası kimi tanınırdı. Çünki Morse və Weyl arasında razılaşmaya görə teleqraf və onunla bağlı bütün ixtiraların patenti Morse'nin adına alınsın. Belə. Keçirik D tapşırığına, dəyərli izləyicilər. D tapşırığında aşağıdakı məlumatlardan mətndəki hansı fikri əsaslandırmaq üçün istifadə etmək olar? Məlumata baxırıq. Morse əlifbasının ilk variantında müxtəlif uzunluqlu bir neçə tire işarəsindən istifadə olunurdu. Bundan başqa müxtəlif hərfləri işarə edən kodların elementləri arasında pauzaların uzunluğu da müxtəlif idi. Mətndən bu qənaətə gələ bilirik ki, ilkin variantda kodlar çox mürəkkəb və uzun idi. Lakin, məsələn, kiçik bir xəbəri deşifrə etmək üçün bir neçə səhifə doldurmaq lazım gəlirdi. Bu fikri mətndə tapıb qeyd edə bilərik. Bir dəqiqə. Deməli, burada, ilkin variantda burada verilmişdi. Məsələn, çap, deməli, cümləmizdə belə bir variant var. Çünki ilkin variantda kodlar mürəkkəb uzun idi. Kiçik bir xəbər deşifr etmək üçün bir neçə səhifə doldurmaq lazım gəlirdi. D tapşırığındakı deməli fikrə
bu cümlə mətnimizdəki bu cümlə ilə deməli qarşılıqlı cavab verə bilərik. Keçirik ev tapşırığına. Diqqət edək, mətndə göy rəngdə verilmiş cümləyə və Morze əlifbasına istinad edərək ingilis dilində işlənmə tezliyi daha yüksək olan 6 hərfi müəyyən edin. Biz deməli mətnə istinad etdik, bildik ki, daha sadələşmiş formada verilmişdi və Morze əlifbasına diqqət yetirsək, biz burada qeyd edə bilərik ki, A hərfidir. Şərtinə uyğun olaraq hərfləri qeyd etdim. Sadə olanlar A, E, I, ingilis dilində M, N və T hərflərini qeyd etmək olar ki, sadə formada verilmişdi. Keçirik növbəti tapşırığımıza. Tapşırığında oxuduğunuz və dinlədiyiniz mətnləri müqayisə edin. Şərtimiz verilibdir və suallar verilmişdi. İlk öncə baxırıq teleqrafın ixtirası, Zəfərin adı teleqraf telləri, Morze yoxsa Veil əlifbası mətnlərinin Veil deməli diaqrama uyğun qeyd etdim. Birinci təsvirimiz, təsvir və dialoqlar vasitəsilə oxucuda obraza maraq yaradır. Deməli, teleqrafın ixtirası və Zəfərin adı teleqraf telləri. Tarixi faktlar faktlar haqqında xronoloji qaydada məlumat verilir ikinci teleqrafın ixtirasında. Təsvir olunan hadisələrə müəllifin münasibəti açıq hiss olunur Zəfərin adı teleqrafda. Müəllifin məqsədi oxucunu öz fikrinə inandırmaqdır. Morze və yoxsa Veil əlifbası mətnindədir. Sonra mətnin mövzusunda teleqrafın rolunu xüsusi yer tutur. Bu da olacaqdır bütün mətnlərimizə aiddir. Hər birində teleqrafın rolunu verilmişdir. Sonra sonuncu isə müəllifin məqsədi tarixi fakt haqqında obyektiv məlumat verir. Obyektiv məlumatımız isə deməli verilən teleqrafın ixtirası və Zəfərin adı teleqraf mətnində Tapşırığımızda isə biz təqdimat hazırlamalıyıq. Teleqraf rabitə sistemində geniş istifadə olunan SOS siqnalı haqqında araşdırma aparın, təqdimat edin. Deməli, burada bizdə verir teleqrafın inkişafına yeni mərhələ, radio teleqrafın yaranması, su nəqliyyatında təhlükə siqnalının vacibliyi, SOS siqnalının təklif olunması, nəyə görə SOS siqnalının tarixi rolu. Dəyərli izləyicilər, və bu təqdimatı siz özünüz hazırlayacaqsınız. Məlumatlar çünki hər kəsin öz düşüncəsinə uyğun olduğuna görə hər kəs özünə uyğun məlumat toplayıb təqdimat hazırlaya bilər. Bugünkü dərs izahlarımız bu qədər. Növbəti dərs izahlarında görüşənə qədər sağ olun. Hər kəsə uğurlar.